Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm həkim, psixoterapevt, yalan və bədəndir üzrə ekspert, ixtisaslaşdırılmış proqramlar üzrə neyrolingvistik proqramın master təlimçi və hipnoterapevt Elnay Rəhimov Tambovski. Narsist kişilər haqqında analizlərimizi davam edirik. Təbii ki, bu qadınlar da ola bilər, lakin kişilər çoxluq təşkil elədiyinə görə və məişətdə qadın zorakılığı üstün olduğuna görə kişi narsistlərdən danışacaq. Yəni, qısa xülasəsini yenidən verim. Yəni, narsist kişilər heç bir zaman səhvlərini boyunlarına almırlar. Heç bir zaman onlarla danışıqlara gedib hansı bir mövzuda razılığa gəlmək mümkün olmur. Konfliktlər həmişə olduğu kimi qalır. Öz xanımlarından daimi istifadə edirlər, istismar edirlər maddi, ekonomik, mənəvi, elə hər formada. Bəzən onların belə bir biclikləri olur, narsist kişilərin. Deyir ki, xanımına, yaxşı, sən de görün, mən necə olmalıyam. De, eləməyən namərddir. De, eləməyən kişi deyil. Bax, sən nə desən, necə dedilər, bax, o şəkildə davranacam. Və bu da xanımı təəccübləndirir, deyir, bundan sonra narsist kişi mənim sözümə qulaq asacaq, ərim mənim sözümə qulaq asacaq, bəli. Elə ki, deyəndə ki, filan şeyi et, bunu bu cür et, bəhmən şeyi ilə, bu şəkildə ol. Məsəl üçün də, deyək ki, uşaqlara qayğı göstər, evə tez gəl, qumar oynama, deyək ki, içkinin necə dozasını qaçırma. Bunların hamısına aid bir dənə məsələ əmma çıxardacaq. Deyəcək, yox, sən nə danışırsan, sən demək istəyirsən ki, necə deyirlər, mən uşaqlarımı sevmirəm. Sən demək istəyirsən ki, mən içib, necə deyirlər, özümü hər kəsin yanında biabır eləyirəm. Sən demək istəyirsən ki, mən qadın olum, yəni bütün günü evdə olum, mən dostlarımla görüşüb azad olmuyum. Yəni, özü öz dili ilə deyir ki, sən denən necə istəyirsən elə eləyim, amma qadın təklif eləyəndə onun dediyi hər bir şeyi dəyərdən salır və əksinə qadını günahlandırır ki, sən düz söhbət eləmirsən. Yəni, bicliyi görürsünüzmü? Yəni, əksinə, yəni burada qadının əsəbləri 2 qat pozulur. Hətta qadın əsəbləşib özündən çıxanda artıq onun reaksiyasının özünü də dəyərdən salmağa başlayır. Bax, görsən, həyasızsan, bax, sən busan, sənin başın xarabdır, səni psixiatra aparmaq lazımdır. Get, necə deyirlər, beynini müalicə elətdir. Bir dənə bir şey deyirəm, o saat özündən çıxırsan. Yəni, qadın elə bir vəziyyətə hərlənir, fırlanır ki, elə bir vəziyyətə düşür ki, elə sanki heç o verdiyi təkliflərə və tövsiyələrə özü də peşman olur ki, mən bunu nəyə görə dedim? Məgər bu dəyişən məxluqdur ki, bəyəm? Yəni, burada ehtiyatlı olmaq lazımdır. Bəs yaxşı, narsist kişi deyəndə ki, de görün mən necə olmalıyam və nə etməliyəm. O zaman nə cavab vermək lazımdır? Yəni, bu xanım nə cavab verməlidir? Cavab bu şəkildə olmalıdır. Mən bilmirəm sən nə etməlisən və sən necə olmalısan. Amma bildiyim bir şey var ki, sənin bu davranışların mənə yaxşı təsir eləmir və sənin fiziki mövcudiyyətində mən özümü yaxşı hiss eləmirəm. Mən şübhə hiss edirəm. Mənim təhlükəsizlik duyğum yoxdur. Mənim güvan hissim sənə qarşı ölübdür. Mən bədənimdə gərginlik hiss edirəm, həyəcan hiss edirəm. Belədir ki, əgər sən özün necə davranmağı bilmirsənsə, get psixoloqa ya da psixiatra müraciət elə, get mütəxəssisə müraciət elə və özünü düzəlt, özünü dəyiş. Sən uşaq deyilsən ki, mən səni dəyişim. Yəni, xanım bu şəkildə cavab verməlidir. Əks halda, bu bir tələdir. Başa düşürsünüzmü? Narsistin xanımını yenidən dəyərdən salmaq üçün, ona qarşı zorakılıq tətbiq etmək üçün bir tələdir. Və mənim təsis etdiyim The Dark NLP Akademiyası və bizim komandamız istər psixopatlar, istər narsistlər, istər duyğusal olaraq nataraz insanlar və paranoid insanlar, bir sözlə danışıqlara gediləsi mümkün olmayan təhlükəli insanlarla necə başa çıxmaq lazımdır, necə onları yola gətirmək lazımdır, onları necə manipulyasiya eləmək
idarə eləmək, yönləndirmək lazımdır. Bir sözlə əhəlləşdirmək lazımdır və onlardan qaçış planının necə hazırlanmaq lazımdır. Bir sözlə bütün bunların hamısını öhdəsindən gəlməyi insanlara öyrədən yeganə qurumuq, yeganə mərkəzik və yaxud da deyək, yeganə akademiyayıq. Bu mövzuda bizim seanslara qatıla bilərsiniz, xüsusilə mənim başda olmaqla. Diqqətinizə görə minnətdaram. Sağ olun.